Amerikadan Azərbaycanla bağlı gözlənilməz qərar gündəm xəbərin efirində 26 avqust tarixli və bir məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, Amerikanın nüfuzlu şirkətləri ilk dəfə Azərbaycan Beynəlxalq Müdafiə sərgisində iştirak edəcəklər. Qeyd eləyək ki, bu barədə məhz ADEX-in Təşkilat Komitəsi məlumat verib. Məlumatda bildirilir ki, dünyanın 20-dən çox ölkəsində məhz 200-dən artıq şirkət bu sərgiyə qatılacaq. Beynəlxalq yəni sərgiyə maraq isə həddindən artıq çoxdur və bu Azərbaycan üçün önəmli bir sərgilərdən biri də qeyd eləyək ki, məhz Amerikanın bu şirkətdə iştirakı xüsusilə diqqət çəkir, daha doğrusu sərgidə, çünki Amerika ilk dəfə olacaq və bundan ziyadə Böyük Britaniya və Almaniyada ilk dəfə olaraq bu sərginin iştirakçısı olacaqlar. Bundan ziyadə Türkiyə, qardaş Türkiyədən təbii ki bir sıra şirkətlərin, eyni zamanda İtaliyadan, Çexiyadan, Birləşmiş Ərəb Əmirliyindən və İspaniyadan da bir sıra beynəlxalq iştirakçılar arasında yer alan şirkətlər olacaq ki, onlar əslində ənənəvi olaraq bu sərgidə iştirak ediblər və fərdi şirkətlərlə yanaşı da bir sıra ölkələr məhz ADEX 26-da 2026-cı ildə milli qruplar şəklində də iştirak eləmiş olacaqlar. Belə ki, Belarus, Çexiya, İtaliya, Türkiyə və Slovakiya əvvəlki illərdə olduğu kimi bu ildə milli ekspozisiyalarla təmsil olunaraq müdafiə sənayesi sahəsində məhsul və texnoloji həllərini nümayiş etdirəcəklər.